Quba vlogundan hər kəsə salamlar. Əslində bura bir neçə dəfə gəlmişik, amma bu gəlişimiz yaya təsadüf elədi. Biraz anidən oldu. Mən də vloglamaq istədim. Səhər təmiz hava, belə dağ mənzərəsi, bir tərəfdən xoruz banlayır. Aşağıda meyvə bağlarıdır. Qaldığımız yeri sizə biraz göstərdim. İndi gedim səhər yeməyimi yeyim. Ardınca biraz meyvə toplayanda çəkərəm. Qubada da sağlam qidalanmağa davam. Baxın, burada nə tapdım? Alma. Quba alması. Qırmızı yanaq özdə. Alıb yiyir ya. Bəh, bağdan yığılmış malina, moruq yəni. İçərilər doludur, baba. Buradan gəl bax. Bu da bağdan yığılmış gilaslar. Görün necə gözəldir, böyük. Özdə bal kimi şipşirindir, dadına baxdım mən. Bəzənib düzənib gəldik bağa. Çəkdirmi? Bir nəfər çıxıb bura gilas yığmağa. Günəş çıxdı. Burada da belə ərik ağacı var. Hələ yetişməyiblər. Axşam tərəfi gəldik digər bağı gəzməyə. Burada artıq vişnə, gilas ağaclarının bağıdır və yığılır. İndi onun sezonudur. Ona görə ağaclarda çox az rast gələcək. Bura daha böyükdür. Bu da sakitçilikdir ki, ancaq quşların səsi eşidilir. Toyuq cücələr var. Bir də belə ağaclar. Tapdım. 2 dənə. Çıpa. Axşam yeməyini yeməyə gəldik ailəlikcə. Qubada belə bir yerə. Ondan üzbəüz Aynur restoranında biz olmuşuq ötən aylarda. Bu dəfə isə bura gəldik. Gəldik qutab yeməyə. Yorulmayasınız. Sağ olun, sağ ol. Hoş gelmişsiniz. Hoş gördük. Öyle bir hoş Ne güzel bir Oturduğumuz yerin yaxınlığında da belə çay axır. Yəqin səsi gəlir. Gəlin. Qutablarımız da gəldi. Al sizə yolunca. Qutabdan sonra çay içirik. Restoranın adı Halal Məkan gedirmiş. Sabahınız xeyir olsun. Qubada ikinci günümüzdür. Burada da belə alça ağacı var. Gəldik, çatdıq bu mənzərəni yaxından görməyə. Dərməkdən sizə vişnələri tək-tək budağı birbaşa qoparıb aparırlar. Şəlalələr var, hündür. Bəh. Xınal. Bir nəfər babası ilə burada gilas yeyir. Eva. Buraya bax, akış. Oy, dil çıxadı, şəşə. Günorta yatıb dincəldik. Uyanıb gəldik bağdan gilas dərib yeməyə. Deyəsən, öküz ürəyi adlanır, nə adlanır? Böyüklüyünə baxın, özü şipşirindir. Dünən görməmişəm bu ağacı pisəydim. Bununla şəkil çəkdirərdim. Paltarımdakı vişnələri oxşur. Qopartdım. Alça istəyirəm Seva. Bu dəqiqə. Ay, çox sağ ol. Ağzım sulandı. Mən də yiyeyim. Dostlar, ümid edirəm ki, vlog xoşunuza gəldi. Huzurlu bir rayon tətilini sizə də hiss etdirə bildimsə nə gözəl. Videonu bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Növbəti vloglarda görüşənədək hələlik.